Bugünkü qonağımız hipertenziyadır. Nə üçün hipertenziya? Çünki hər gün rast gəlirik. Hər evdə ən azı bir hipertenziv insan demək olar ki var. O dərəcə yaygın rast gəlinən bir klinik durumdur. Burada əsas çatdırmaq istədiyimiz durum hipertenziv urgency, yəni təcili və emergency, təxirə salınmaz dediyimiz, adlandırdığımız iki fərqli durumun klinikasını və müalicəsini çatdırmaqdır deməkdir. Çünki bəzilərimiz ikisinin də müalicəsini eyni bilir, bəzilərimiz isə bilməkdən əlavə eyni müalicəni başlayır. Təbii ki, bu həm xəstə üçün, həm özümüz üçün çox təhlükəli bir haldır. Nədir bu hipertenziv urgency və emergency arasındakı fərq? İlk öncə belə deyək. Hər ikisində təzyiq 180-120-dən yuxarı deyirik. Hər ikisində. İstəyir birincidə, istəyir ikincidə. Amma biz urgency-yə baxdığımız zaman xəstədə sadəcə təzyiq yüksəkliyi var. Bir orqan zədələnməsi simptomu yoxdur. Yəni end orqan hasarı yoxdur. Bunun da nə olduğunu birazdan biləcəyik. Maksimum nə ola bilər urgency-də simptomlar? Baş ağrısı olur xəstənin ənsə payında. Baş dönməsi ola bilər. Bunlar bəzən də sinədə ağrı hiss edə bilirlər. Amma yüngül ağrılar olur bunlar. Bizim miokard infarktında gördüyümüz şiddətli, yanıcı tərzdə və ya baskılayıcı təzyiq şəklində ağrılar olmur. Amma emergency-də isə gənclər, təzyiq yüksək plus end orqan zədələnməsi var. Budur bizim üçün vacib olan, önəmli olan. Hansı orqan zədələnmələrini görə bilərik biz təzyiq artımı ilə yanaşı? Akut koroner sindrom, miokard infarktı. Həm təzyiq yüksəkliyi plus miokard infarktı simptomları tərif edir xəstə. Bu artıq təxirə salınmaz bir vəziyyətdir. Və ya aortada disseksiya və ya ağciyəri hədəf alır. Kəskin pulmoner ödəm, böyrəyi hədəf alır, böbrək yetməzliyi. Beyni hədəf alıb cerebral infarkt, hipertenziv ensefalopatiya eləyə bilir ki, bunların biz simptomlarını necə görə bilərik xəstədə? Nörolojik defisit şəklində. Xəstə görməm pozuldu, 2 görürəm, 4 görürəm deyə bilər. Xəstə epileptik tutmalara, onlara bənzəyən tutmalara girə bilər. Xəstədə hemipareziya, yəni bir tərəf əlin, bir tərəf ayağın işləyəməməsi, tutulması ola bilər. Belə nörolojik defisitlər rast gələ bilir bizə. Və bu artıq hipertenziv emergency-nin beyin hədəf aldığını göstərir. Eklampsi, HELP sindromu eləyə bilir hamilələrdə. Çünki hamilələrdə ola bilər bu. Və s. Bunlar varsa bu təxirə salınmazdır, emergency-dir. Yox, sadəcə təzyiq yüksək, mənim ənsəm ağrıyır, başım biraz dönür, bu urgency-dir. Ki bu fərqi bilməliyik, biz ondan sonra müalicəyə başlaya bilək. Və təbii ki, yenə deyirəm, emergency görürük ki, çox təhlükəli bir haldır. Ona görə emergency-nin müalicəsində birazdan sən vena daxili inyeksiyalarla başlayacaqsan. Amma urgency-də elə bir şey yoxdur. Tablet veririk, tablet. Nə intramüskülər, nə IV. Dərman verməməliyik. Tablet verməliyik ancaq. Yaxşı? Amma istəyir təcili tibbi yardım və ya istəyir evdə kənddəki tibb bacısı gəlir, əksər xəstələr urgency durumundadır. Nə olur? Təzyiqi ölçdüm. Hələ 150-160-dır. Papaverin dibazol, intramüskülər göndərirlər və ya da bəzən IV göndərirlər. Bu yetməzmiş kimi hələ bir damardan qan da çəkirik. Təzyiqi salmaq üçün. Urgency vəziyyəti deyək. Vallah bizi güllələyərlər. Elə bir durum var. İndi
Yəni kimə danışsan, həqiqətən götürər tapancanı, düz alnımızdan vurar. Başlayaq emergency-dən. Emergency-də nədir vəziyyət? Təxirə salınmaz. Sırazı təzyiqi endirməyə çalışırıq. Yəni 1 saat içində, ən az 1 saat içində təzyiqi düşürməyə çalışırıq. Normotenziyə, yəni normal vəziyyətə gətirmir ya. 1 saat içində düşürməyə çalışırıq. 180 idi, 200 idi. İstəyirik olsun 160, 150 1 saat içində. Kəskinlə endirə bilmərik. Kəskin endirmənin də özünün öz zərəri var. Hətta emergency-də, hələ urgency-ni qoyuram bir kənara. Təxirə salınmaz durumda belə təcili endirmirik təzyiqi. Bəzi xəstələr yapışırlar ki, dərman vermişəm, misal üçün xəstəyə, 15-20 dəqiqə keçib, deyir mənim təzyiqim niyə düşmür? Hələ o urgency-dir, emergency deyil, ha. Davaya çıxırlar. Nə edirik biz? İntravenöz dərmanlar göndəririk. Misal üçün, nitro qrupları, ən məşhuru kim? Sodium nitroprusid verəcək. Başqa nə verə bilərik? Nitrogliserin verə bilərsiniz, IV. Nitrogliserin. Beta blokatorlardan labetalol varsa əlinizdə intravenöz istifadə eləyə bilərsiniz. IV ver emergency-də. Ondan sonra oral başlaya bilərsən, amma IV vermək zorundasan. Yaxşı? 4-5 dərman var emergency-də. Bunlara IV göndəririk. Misal üçün, xəstədə əgər emergency-yə bağlı böyrək yetməzliyi və ya cerebrovaskulyar hadisə olubsa, daha çox labetalol tərcih eləyirik. Əgər miokard infarktı olubsa, yəni kəskin koroner sindrom olubsa, nitro istifadə eləyə bilirik. Aort disseksiyaya uğrayıbsa, sodium nitroprusid istifadə eləyə bilərik. Bunları belə istifadə eləyirik. Və xəstəxana şəraitində istifadə edirik. Yəni evdə birisi emergency durumuna düşdü. Təzyiq yüksək, saydığımız o defisitlər var. Böyrəyə bağlı və ya neuroloji defisitlər var. Heç nə eləmirik. Xəstəni ambulansa zəng vururuq, gəlsin aparsınlar xəstəxanaya. Heç nə eləyə bilməzsən. Yaxşı. Sonra bəzən olur, hipertensiv emergency-dir, zəng vurursan təcili yardıma, xəstə neurolojikdir, xəstə stupor, koma vəziyyətindədir və ya konfüzyondur, hələ ən yüngülündən. Deyirsən ki, bəs gələnə qədər, ambulans gələnə qədər mən buna ağızdan dərman verilmiş olmasa, təzyiqi biraz düşsün. Xəstənin neurolojik defisiti var, dərmanı verirsən, bir sekunda su verirsən, bilmədin o dərmanla su bronxlara mı getdi, yoxsa özofagusa mı getdi? Xəstəni aspirasiya da eləyə bilərsən həmin an. Ona görə heç bulaşmaq lazım deyil. Bir ara verdik. Ümid edirəm danışdıqlarımı təkrarlamaram. Emergency ilə işimiz qurtardı bizim. Urgency. Urgency-da nədir vəziyyət? Dediyimiz kimi təzyiq yüksəkliyi var. Yəni bir 180-120 var. Amma orqan zədələnməsi yoxdur. Bu xəstələrdə də oral müalicə veririk. Intravenöz, intramuskülər müalicə yoxdur. Papaverin yoxdur. Dibazol yoxdur. Oral müalicə, tablet, dilaltı nə verə bilərsən? Kaptopril verə bilərsən. Labetalolun beta blokator tablet verə bilərsən. Amlodipin verə bilərsən. Kalsium kanal blokatoru. Amma oral müalicəsi var. Və deyir ki, 24-48 saatda normal səviyyəyə endirilməlidir təzyiq. Yəni gedirik xəstəgilə, xəstənin yanına 180 olsun, lap 120 bu təzyiq olsun. Xəstəni baş salırıq ki, səndə urgency-dir. Bir gün sonra bu saatlarda təzyiqin normal səviyyəyə enməlidir. Məndən o performansı gözləmə. Yaxşı, belə deyirik xəstələrə. Və oral müalicədən sonra təbii ki, ilk bir neçə saat izlənməlidir. Bəzən bizim bu cür imkanımız olmur. Təcili yardımda çalışarkən, acildə çalışarkən, xəstə gəlir, palatada yatıra bilərik, izləyə bilərik, amma evlərə gedəndə izləyə bilmərik. Sürətli düşürülməməliyik, bu da başqa bir nüans. Urgency-də oral, emergency-də intravenöz müalicəyə başlayırıq. Bəzən sual verirlər ki, yaxşı 160-80, bu nə təzyiqdir?
Diastol normal, sistol yuxarı. Bax yenə, əgər orqan zədələnməsi varsa emergency-dir, zədələnməsi yoxdursa urgency-dir. Və ya 220 90. Yəni yuxarısı yuxarıdır. 90 amma 120 deyil. Çünki 180 120 öyrənirik kitablardan. 220 90 gələndə bəs yenə orqan zədələnməsinə baxırıq. Vardırsa emergency, yoxdursa urgency adlanır. Belə. Ev şəraitində bax limon istifadəsi, ayaqları isti suya salmaq, başqa, bəziləri çoxlu maye qəbul edir təzyiq olanda. Hə, bunlardan uzaq qalmaq lazımdır. Bunlar tibbi tərəfi isbat olunmamış şeylərdir. Aha, sadəcə bunlardan isti su damarları dilatasiya edib ayaq damarların təzyiqi ilə oynaya bilər. Amma yenə deyirik, bu sübutda itirilməmiş şeylərdir bunlar. Adamın qastriti var, hətta bəzən xorası var. Deyir gündə 2 dənə limon yeyirəm, təzyiqim qalxmasın deyə. Təzyiqdən ölməsə, ülserin qanaxmasından öləcək, xəbəri yoxdur. Mədədə xərçəngindən öləcək, xəbəri yoxdur. Qastritli bir adam niyə, vapşım təzyiq üçün niyə limon yeyək? Bu ayrı bir məsələ. Qastrit ülsər var, gündə deyir 1 dənə 2 dənə limon yeyirəm mən. Olmaz. Bunlar olmaz. Təzyiqlə zarafat da olmaz. Bəzilərimiz fəxrlə deyir, bir kəsim var, bir kütlə var da bizdə. Deyir, 180, deyir 90, 200, 100 təzyiqlə gəzirəm, heç nə hiss eləmirəm. Bunu da fəxrlə deyirik ki, məncə yeganə milləti ki, belə durumları tıbbi olaraq patologiya adlandırdığımız durumları, xəstənin əleyhinə olan durumları xəstə özü fəxrlə danışır. Deyir, 30 ildir siqaret istifadə edirəm, hələ bronxit olmamışam. 5 ildə istifadə elə, ağciyər xərçəngi olarsan. Misal üçün. Nəysə, bugün də bu qədər. Özünüzə yaxşı baxın. Başqa bir konuda görüşmək üzərə. Hələlik.